Xalq artisti Röya Ayxanın 78-ci Cannes Film Festivalında Azərbaycanı təmsil etməsi cəmiyyətdə bir mənalı qarşılanmayıb. Bildirilir ki, bu tədbirdə ölkəmizi müğənni deyil, kino sahəsində nailiyyətləri ilə tanınan sənətçilərdən birinin təmsil etməsi daha məqsədə uyğun olardı. Bəzi mədəniyyət xadimləri hesab eləyirlər ki, belə seçimlər həm də ölkənin kino sahəsindəki imicinə birbaşa təsir göstərir. Cannes festivalında Azərbaycanı kimlər təmsil etməlidir? Qlobal Infoza danışan Azərbaycan Kinematografçılar İttifaqının sədri, xalq artisti Rasim Balayev deyib ki, sözü gedən tədbirə layiq olmayan insanlar gedir. Röyanı da aparıblar. Neçə ildir festivallara bir rejissor, operator, aktyor və ya aktrisa göndərmirlər. Artıq neçənci dəfədir belə hal təkrarlanır, deyə xalq artisti etiraz eləyib. Qeyd eləyək ki, Röya Ayxan sözü gedən festivalda iştirak edən ilk Azərbaycanlı müğənnidir. Məlumata görə o, tədbirə 100 ən uğurlu şəxs arasında Azərbaycan musiqisinin mədəniyyət səfiri qismində qatılıb. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.